Peyğəmbər sallallahu əleyhi və onun pak mütəhhər əhli beyti insanların hidayətinə görə öz canlarından keçiblər. Öz həyatlarını, ömürlərini bu yolda sərf ediblər. Ümumən həyatlarına nəzər salsaq, baxıb görəcəyik ki, insanlara yaxşılıqdan başqa bir şey eləməyiblər. Amma baxıb görürük ki, Əhl-i Beyt əleyhissalamın həyatında insanların bir çoxları deyərdik ki, onlarla düşmən olublar və sonda da onların şəhadəti ilə, şəhid eləmələri ilə, qətlə yetirilmələri ilə bu məsələ nəticələnib. Görəsən, məsələnin kökündə nə dayanır? Niyə görə Peyğəmbərlə, niyə görə onun övladları ilə, niyə görə hətta xanım Zəhra salamullahi əleyha ilə ümmətin bəzi insanları düşmənçilik eləyiblər. Buna Qurani Kərim, Allah Teala Qurani Kərimdə cavab verir. Nisa surəsinin 54-cü ayəsində: "Əm yəhsudunən-nasa alə ma atahumullahu min fadlih?" Yoxsa insanların çoxu, insanlar bizim onlara verdiyimiz üstünlüyəmi paxıllıq eləyirlər, həsəd eləyirlər? Fəqəd atəynə alə İbrahiməl kitabə vəl hikmətə və atəynəhum mulkən əzimə. Ayədə Allah Teala vurur ardında ki, və biz İbrahim ailəsinə, yəni İbrahim Peyğəmbərin ailəsinə hikmət və kitab verdik və onlara mülkən əzimə, böyük, əzəmətli bir mülk verdik, padşahlıq verdik. İmam Baqir əleyhissalam buyurur ki, bu ayədə mulkən əzimə, böyük mülkdən, böyük padşahlıqdan, böyük səltənətdən məqsəd İbrahim ailəsindən məqsəd kimdir? Peyğəmbər və Əhl-i Beyt, yəni bizlərik, biz imamlarıq ki, bizə Allah Teala o böyük fəziləti nəsib eləyib ki, ümmətə bizləri imam təyin eləyib. Deməli, insanlar ona görə düşmənçilik eləyiblər ki, o imamət məqamı ki, üstün bir məqamıdır, fəzilətli bir məqamdır, böyük bir dərəcədir, Allaha yaxın olan bir məqamdır. O məqama paxıllıq elədiklərinə görə, paxıllıq budur ki, yəni məndə yoxdur, səndə var. Niyə görə məndə yoxdur? Və səndə olan şeyi də özüm əldə eləyə bilmədiyimə görə sənə qarşı paxıllıq eləyirəm və sonda da səni abırdan salmağa çalışıram. Hətta qətl eləməyə belə, öldürməyə belə gətirib çıxardır bu paxıllıq. Deməli, Əhl-i Beyt əleyhissalamla Allah Teala cavab verir insanların düşmənçiliyinin səbəbi yalnız bu idi ki, onlar Əhl-i Beyt əleyhissalamın, o şəxslərin, o məsum insanların fəzilətini, ali məqamını həzm eləyə bilmirdilər və onlarda həsəd yaranırdı. Ona görə də onlarla düşmənçilik eləyirdilər. Deməli, xanım Fatimə Zəhra salamullahi əleyhanın özünün və övladlarının ümmət tərəfindən ondan düşmənçiliyin səbəbi yalnız onlara olan həsədin nəticəsidir.